Qoç bürcü. Bugünkü vəziyyətlər Qoç bürcünə gələcəyə nikbinliklə baxmağa kömək edir. Onlara sevgi və dostluqda harmoniya ümidi, yeni boş vəzifədə və ya yaradıcı sahədə uğur qazanmaq şansı və uşaqları üçün əlverişli perspektivlər yaratmaq imkanı verir. Cari işlər yeni məlumatlara əsasən tənzimlənə bilər. Görüş, şirkət səfəri və ya korporativ məclis üçün görüşləri ləğv etməyin. Qoçun sabah üçün eşq ulduz falı, Qoç bürcündən olan ulduzlar bugünün romantik görüş və ya flört etmək üçün yaxşı bir gün olduğunu bildirirlər. Rahat və sərbəst atmosfer sizə dincəlməyə və lazımsız rəsmi işləri unutmağa imkan verəcək. Sevgi tapa, xoş bir tanışlıq qura və ya dost kimi ayrılmağın yolunu tapa bilərsiniz. Qoç bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, Qoç bürcü üçün çox gərgin bir gün ola bilər. Bugünün əsas problemi işgüzar tərəfdaşlıqdakı çətinliklər ola bilər. Bu, sizinlə partnyorunuz arasındakı münasibətdən daha çox, partnyorunuzun öz problemləri ilə bağlıdır. Onlar çətin vəziyyətdə qala bilərlər ki, bu da dolayı yolla şəxsi maraqlarınıza da təsir edəcək. Bu dəfə şəxsi səylərinizin çox təsiri olmayacaq. Buğa bürcü. Bugün Buğa bürcü cari işlərində ahəngdar bir fona güvənə bilər. Bugünkü vəziyyətlər sədaqət və dostluğu qorumağa, rəğbət və xoş münasibət mübadiləsinə, xüsusilə qadınlar arasında imkan yaradacaq və ümidləri alovlandıracaq. Gələcək üçün iş görülən yerlərdə ulduzlar ehtiyatlı olmağı tövsiyə edir. Bəzi problemlər hələ də gizli qala bilər və gələcəkdə işlər o qədər də mükəmməl olmayacaq. Buğa bürcü üçün sabahkı eşq ulduz falı. Bugünün xoş anları Buğa bürcünə sevginin mürəkkəbliyini unutmağa və vəziyyətin şübhəli və ya şübhəli nüanslarına fikir verməməyə imkan verir. Nikbinlik və yeni ümidlərin artması mümkündür. Bu görüşlər, ortaq əyləncələr və qeyri-rəsmi diqqət əlamətləri mübadiləsi üçün əlverişli zamandır. Buğa bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, həmkarları ilə sıx əməkdaşlıq edən Buğa bürcü işçiləri gərgin bir atmosfer yaşaya bilərlər. İş yükü əhəmiyyətli dərəcədə artacaq və bu da sizdən sürətinizi artırmağı tələb edəcək. Bu, xüsusilə ofis işçiləri üçün doğrudur. Katiblər, mühasiblər, katiblər və kompüter operatorları. Sənədlərlə işləyərkən edilən səhv daxili araşdırmaya səbəb ola bilər. Əkizlər bürcü. Bugün ulduzlar Əkizlər bürcünə qeyri-adi bir vəziyyətdə, istər öz seçimləri, istərsə də talələri, məsələn, qəfil bir hərəkət və ya digər dəyişikliklə tarazlığı qorumağa kömək edirlər. Bir çox əkizlər belə bir vaxtda dostluq, sevgi və ya gözlənilməz xoş əyləncə, yaradıcı uğur ümidi və ya xaricdə genişlənmiş imkanlar vasitəsilə harmoniya tapacaq və ya qoruyacaq. Əkizlər bürcü üçün sabahkı eşq ulduz falı, bugün talə Əkizlər bürcündən olan sevgililərə qarşı mehribandır. Əgər onlar yeni bir mühitdədirlərsə və ya keçid, qeyri-sabit bir mərhələdən keçirlərsə, sevgi və ya şəxsi həyatlarında hadisələrin müsbət istiqamətdə dəyişməsi ümidi, onların əsas müsbət emosiya mənbəyi və mənəvi dəstəyi ola bilər. Əkizlər bürcü üçün sabahın karyera və maliyyə ulduz falı. Əkizlər bürcü bugün maliyyə və yaradıcılıq çətinlikləri ilə üzləşəcək. Ulduzlar pərakəndə satış mağazalarında topdan satış alış-verişlərindən çəkinməyi məsləhət görürlər. Maliyyə spekulyasiyaları itkilərlə nəticələnir. Hazırda onların effektivliyi çox şübhə altında olduğundan, biznesə kapital qoyuluşlarından çəkinmək tövsiyə olunur. Xərçəng bürcü. Bugün xərçənglər özlərini yalnız bir məlumat mənbəyi və öz şərhləri ilə məhdudlaşdırmamalıdırlar. Şəxsi intuisiyanız nə qədər dəqiq və həmsöhbətiniz nə qədər etibarlı olsa da, məlumatı tətbiq etməzdən əvvəl dostlarınızla məsləhətləşmək və ya komandanızın fikrini öyrənmək faydalıdır. Bu, xüsusilə tibb, kommunikasiya və proqramlaşdırma ilə bağlı sahələrdə irəliləməyinizə kömək edəcək.
Xərçəng üçün sabahkı eşq ulduz falı, bugün xərçənglər getdikcə daha çox xəbər və ya onları daha proaktiv olmağa təşviq edəcək və sevgi ilə davranmaq üçün səbəb verəcək bir söhbət almağa meyillidirlər. Bununla belə, başqasının fikri və ya məşhur münasibət məsləhətləri tarazlığı poza bilər. Ulduzlar bunu nəzərə almağı və öz strategiyanıza daxil etməyə çalışmağı məsləhət görürlər. Xərçəng bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, xərçənglər üçün əsas çətinlik işgüzar tərəfdaşlar və müştərilərlə münasibətlərdəki çətinliklər ola bilər. Ulduzlar sizə sonsuz enerjinizi idarə etməyi və onu müsbət istiqamətə yönəltməyi məsləhət görür. Bugün xarici aləmin müqavimətini iddialı olmaq üçün bir bəhanə kimi qəbul etməyə və başqalarının fikirlərini haqlı olsalar da qulaq ardına vurmağa meyilli olacaqsınız. Şir bürcü. Bugün vəziyyətin özü şir bürclərinə münasibətlərini uyğunlaşdırmaq üçün fürsət yaradır və ulduzlar bundan istifadə etməyi məsləhət görürlər. Bu, gələcək sevgiyə, dostluğa və ya tərəfdaşlığa bir sərmayədir. Qarşılıqlı rəğbəti gücləndirməyə və bəzi problemləri əvvəlcədən neytrallaşdırmağa imkan verir. Başqasının xoş əhval-ruhiyyəsini, sədaqətini və ya xeyirxahlığını qaçırmayın. Özünüzü zorla qəbul etdirmək məsləhət deyil. Əksinə, ən yaxşı keyfiyyətlərinizi göstərin. Şir üçün sabah üçün eşq ulduz falı, ulduzlar şir bürclərinə işarə edir ki, bugün sadiq bir tərəfdaşdan və ya ahəngdar bir mühitdən faydalanacaqlar. Əgər onlara cəlb olunmusunuzsa, detallara həddindən artıq diqqət yetirməmək və onların diqqətini qulaq ardına vurmamaq yaxşıdır. Gözəl bir söhbətin eyni dərəcədə faydalı olduğunu və tərəfdaşınızı yormadığını unutmamaq vacibdir. Şir üçün sabah üçün karyera və maliyyə ulduz falı, şirlər bugün çətin bir günlə qarşılaşacaqlar. Əsas çətinlik həmkarlarla münasibətlər və informasiya ilə işləmək olacaq. Bugün yalan məlumatlar çox ehtimal olunur və bu səhv qərarlar qəbul etməyə səbəb ola bilər. Aldığınız hər hansı bir məlumatın dəqiqliyini təmin etmək üçün onu 2 qat yoxladığınızdan əmin olun. Özünüzü nəticəsiz və zərərli müzakirələrə cəlb etməyə imkan verməyin. Qız bürcü. Bugün qız bürcünün nümayəndələri xoş anlar gözləyə bilərlər. Lakin ümumilikdə onların vəziyyəti və ya əhval-ruhiyyəsi qeyri-sabit ola bilər. Fikirlərini bildirmək üçün ən yaxşı vaxt deyil. Eşidilməmələri, son xəbərlər və qrup müzakirələri arasında itməmələri ehtimalı yüksəkdir. Bugün kiçik hədiyyələr iş, hüquqi və ya maliyyə məsələləri ilə əlaqəli ola bilər. Qız bürcü üçün sabahkı eşq ulduz falı, qız bürcündən olanlar yadda saxlamalıdırlar ki, bugün vəziyyət ən yaxşı hərəkət istiqamətini diktə edir. Planlar baş tutmazsa, gözləntilər doğrulmazsa və ya söhbətə başlamaq üçün heç bir səbəb yoxdursa, hələlik bunu qəbul etmək ən yaxşısıdır. Xüsusən də bəzi xoş sürprizlər və narahatlıqlar biraz kompensasiya ilə kompensasiya edilə biləcəyi üçün. Qız bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, sahibkarlıq meyilli qız bürcünün nümayəndələrinə iri miqyaslı investisiyalardan çəkinmək tövsiyə olunur. Gəlirin artması ilə bağlı gözləntilərinizin gerçəkləşməsi ehtimalı azdır. Bugün əsas məqsəd gəlirinizi artırmaq deyil, bugünə qədər mövcud olan maddi ehtiyatlarınızı qorumaqdır. Əmlakınıza ziyan vura biləcək fövqəladə hallar mümkündür. Tərəzi bürcü. Bugün tərəzi bürcü üçün əlverişli olacağına söz verir. Bu, onların şəxsi iradəsindən asılı olan bəzi istəklərini yerinə yetirəcək və xarici məhdudiyyətləri nəzərə almaq məcburiyyətində qaldıqları və ya münaqişələrdən qaçmaq istədikləri yerlərdə tarazlıq tapmağa kömək edəcək. Romantika və ya dostluğun inkişafı, yaradıcılıq imkanlarının genişlənməsi və ya uşaqlar üçün imkanlar üçün ümidlər artır. Özünüzə nəsə hədiyyə edə, zövqünüzü nümayiş etdirə bilərsiniz. Tərəzi üçün sabahkı eşq ulduz falı, bugün tərəzi bürcünün romantik münasibətləri
xoş bir istiqamətdə inkişaf edir. Hadisələrin gedişatı ümumiyyətlə onların istəklərini qarşılayır və onları romantik fəsadlardan qoruyur. Taneyin özünü yalnız ani bir lütflə məhdudlaşdırmayacağı və hətta onlara gələcəyə ümid verən bir bonus verəcəyi mümkündür. Tərəzi bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, tərəzilər bugün intensiv sahibkarlıq fəaliyyəti ilə qarşılaşa bilərlər. Lakin səylərinizin effektivliyinə dair şübhələr qalmaqdadır. Həll olunmamış daşınmaz əmlak problemləri olanlar problemlərlə qarşılaşa bilərlər. Əgər tabeçiliyində işləyirsinizsə, rəhbərlərinizdən uzaq durmağa və hər hansı bir təşəbbüs təklif etməkdən çəkinməyə çalışın. Əqrəb bürcü, əqrəblər üçün potensial problemli anlar və ya mənfi emosiyaların əks sədası bu gün davam edə bilər. Lakin vəziyyət mütləq xoşa gəlməz və ya düşmənçilik xarakterli deyil. Ümid üçün səbəblər, harmoniya və qarşılıqlı rəğbət adaları və gizli dəstək mənbələri olacaq. Bu harmonik tərəfə diqqət yetirsəniz, gün daha xoş olacaq və daha çox imkanlar təqdim edəcək. Əqrəb bürcü üçün sabahkı sevgi ulduz falı. Bugün əqrəblər vəziyyətin yaratdığı müsbət fürsətləri qiymətləndirsələr və onun narahat tərəfinə, məsələn onları ideal olmayan şəkildə davranmağa sövq edən öz mənfi təcrübələrinə fikir verməsələr, sevdikləri insanın yanında düşündüklərindən daha xoş vaxt keçirəcəklər. Əqrəb bürcü üçün sabahın karyera və maliyyə ulduz falı. Əqrəblər bugün ünsiyyət qurmaqda və güzəştə getməkdə daha çətinlik çəkə bilərlər. İşgüzar münasibətləriniz ünsiyyətdə barışmazlıq və çeviklikdən əziyyət çəkə bilər. İşgüzar səfərlər və görüşlər sizdən asılı olmayan səbəblərdən qəfildən ləğv edilə bilər. Ulduzlar yolda yarana biləcək fəsadların qarşısını almaq üçün əvvəllər planlaşdırılan bütün işgüzar səfərləri təxirə salmağı tövsiyə edirlər. Oxatan bürcü. Bugün vəziyyətlər oxatan bürcü üçün ahəngdar bir fon yaradır və ya başqaları ilə qarşılıqlı əlaqədə gərgin anları azaltmağa kömək edir. Atmosfer ciddi rəsmilik tələb etmir. Güzəştlərə getmək, sevgi əlamətləri və ya orijinal ideyalar mübadiləsi aparmaq, flört etmək, qonşularla dostluq etmək və potensial tərəfdaşlar, tələbələr və ya yoldaşlar dairənizi genişləndirmək üçün əlverişli zamandır. Oxatan bürcü üçün sabahkı eşq ulduz falı. Bugün talə, oxatan bürcünün romantik meyllərinə əlverişli təsir göstərir. Xoşbəxtlik ümidlərini artırır və ya münasibətlərin inkişafı üçün əlavə imkanlar yaradır. Onların gözlənilmədən bir dostunun məclisində, qeyri-adi bir mühitdə və ya gözlənilməz lakin xoş bir münasibətdə görüşmə ehtimalı getdikcə artır. Oxatan bürcünün sabah üçün karyera və maliyyə ulduz falı. Oxatan bürcündən olan ulduzlar, gün ərzində dəyişən xarici şəraitə tez reaksiya verməli olacağınıza hazırlaşmağı məsləhət görürlər. Bugün pul asanlıqla gəlməyəcək. Sizə sərfəli olmayan sifarişlər gələ bilər və məhsul və xidmətlərinizə tələbat yüksək olmaya bilər. Yaradıcı qrupda və ya eyni düşüncəli insanlardan ibarət komandada işləmək əlverişsiz olacaq. Oğlaq bürcü. Bugün oğlaqların öz praktik ideyaları və ya faydalı rəhbərlik mənbələri var, lakin diqqəti yayındıran bir şey onları sakitcə izləmələrinə mane olur. Onlar qeyri-adi bir fikir və ya güclü bir istək, məsələn yeni bir şey almaq istəyi, təcrübə planı və ya rifahlarını artırmaq ümidi ilə ələ keçirilə bilər. Bu, adi fəaliyyətlərlə məşğul olmaq üçün ən yaxşı zaman deyil. Oğlaq bürcü üçün sabahkı eşq ulduz falı. Bugün ulduzlar oğlaq bürcü sevənlərinə darıxdırıcı, rutin qərarlardan imtina etməyi və görüş planlaşdırarkən özlərinə daha çox improvizasiya, məntiq daxilində etməyə icazə verməyi məsləhət görür. Kortəbii, gözəl bir fikir yaranarsa və ya gözlənilməz yaradıcılıq ilhamı gələrsə, bu cür impulsları boğmayın. Oğlaq bürcü üçün sabahın karyera və maliyyə ulduz falı
Rəhbərlik vəzifələrində oğlaqlar artan gərginliklə üzləşə bilərlər. Bu, qismən artan rəqabətlə bağlı ola bilər. Onlar sizi xidmət bazarından sıxışdırmağa çalışa bilərlər. İş adamları günəş altındakı bu yerə olan haqlarını sübut etmək üçün çətin mübarizə ilə üzləşəcəklər. Ulduzlar sizə təmkinli olmağı və hər hansı radikal hərəkətlərdən çəkinməyi məsləhət görür. Dolça bürcü. Dolça bürcləri üçün əlverişli gündür. Bu, onların çətinliklərini aradan qaldırır, bəzi istəklərini yerinə yetirir və narahatlıqlar üçün ağlabatan kompensasiya təmin edir. Romantik harmoniya, tərəfdaşlıq güzəşti və ya balanslı hüquqi həll yoluna olan ümidləri artır. Obsessiv mənfi emosiyalara qapılarsa, məsələn, daha uğurlu və nüfuzlu insanlara paxıllıq etmək, harmoniya pozula bilər. Dolça bürcü üçün sabahkı eşq ulduz falı. Bugün ulduzlar dolça bürclərinə sevgi harmoniyası üçün bir resept təklif edirlər. Lakin onlar bunu minnətdarlıqla qəbul etməyə hazır olmalıdırlar. Öz əhval-ruhiyyələri onların bu anı yaşamalarına mane ola bilər. Bir çox dolça bürcünün nümayəndələri daha çox şey, məsələn, partnyorlarından daha açıq-aşkar həvəs gözləyirdilərsə, narazı qalacaqlar. Dolça bürcü üçün sabahın karyera və maliyyə ulduz falı. Dolça bürcü üçün bugün xaricdəki və ya digər bölgələrdən olan tərəfdaşlarla işgüzar əlaqələr narahatlıq mənbəyi ola bilər. Sizi olduqca çətin bir gün gözləyir. Ödənilməmiş borclarınız varsa, vergi idarəsində gərginlik yarana bilər. Kredit borclarınızı vaxtında ödəməyə çalışın. Gün karyera yüksəlişi üçün də əlverişsizdir. Balıqlar bürcü. Bu gün vəziyyətlər balıqlar bürcü üçün müəyyən sahələrdə gözəl balanslaşdırılmış həllər təklif edəcək. Lakin onlar bu seçimlərin mövcud istək və imkanları ilə necə uyğunlaşdığını özləri qiymətləndirməli olacaqlar. Gözlənilməz təklif alan balıqlar, xüsusən də bu onlar üçün yenidirsə, sonrakı danışıqlardan əvvəl mövzu ilə biraz daha yaxından tanış olmaqdan faydalanacaqlar. Başqalarının təcrübələri maraqlı ola bilər. Balıqlar bürcü üçün sabahın eşq ulduz falı, bugün balıqlar şəxsi həyatlarında əlavə imkanlar qazanacaq və dostları və cəmiyyətdə məşhur olan dəyərləri qəbul edərsə, sevdikləri birinin yanında gözəl vaxt keçirə biləcəklər. Qeyri-adi bir təklifi qəbul edib etməmək barədə seçim etmək hüquqlarının olduğunu unutmamaları vacibdir. Balıqlar üçün sabahın karyera və maliyyə ulduz falı, balıqlar bürcündən olanlar bugün bütün fəaliyyətlərində ehtiyatlı və uzaq görən olmalıdırlar. Səhmdar cəmiyyətləri təşkil etməkdən və ya biznesin inkişafı üçün maliyyə investisiyaları axtarmaqdan çəkinmək tövsiyə olunur. Texniki nasazlıq riski yüksək olduğuna görə yeni texnologiyanı sınaqdan keçirmək tövsiyə edilmir.